Salam dostlar, mən söz analizi rubrikasında hamınızı salamlayıram və bugün Ramiz Rövşənin Ay İşığı şeirindəki bir keçiddən bəhs eləmək istəyirəm. Heca şeiri yazan dostlar çox yaxşı bilirlər ki, Azərbaycan dilində 11-lik şeir yalnız 2 daxili ahənglə tənzimlənir. Bu 6-5 və 4-4-3 bölgüləridir. Bəzən olur ki, hansısa şair bunları pozur, böyük bir intonasiya aksaqlığı yaranır, şeir alt üst olur, alınmır. Bəzən isə olur ki, şair bunu pozur və hiss olunmaz dərəcədə. Ancaq onu parmaqla hesablayanda, yəni diqqət eləyəndə bilirsən ki, burada təxt pozuntusu yaranıb və məndə həmişə möcüzəvi bir sual yaradır ki, bu niyə belədir? Sonra bunu özüm təxminən beynimdə fırladıb, bunun bir məntiq əsasını tapmışam, təxminən belədir. Elə bir yol gəlir, asfalt yol qəfil qutarır, çala-çuxura keçir. Bir köhnə maşın gəlir, o çala-çuxura çıxan kimi altı yerə dəyir, danqıltı aləm qarışır, maşın alt üst olur. Bir də güclü bir maşın gəlir, deyək ki, Range Rover və yaxud bir Lexus gəlir. Oradan elə keçir ki, heç çox vaxt sürücü də, heç maşının özü də onu hiss eləmir. Bir dənə uğultu ilə keçib gedir və heç bir problem də yaranmır. Yəni, insanın, şairin ilhamı da belədir. O güclü olanda, enerji, nəfəs güclü olanda təxt bölgülərini basıb öz iradəsinə tabi eləyir. Yəni, qrammatikaya hökm oxuyur. Və bu cür şairlərin yaradıcılığında bu deməli, qüsurlar, bu naqisliklər nəinki mənfi planda, hətta sənətkarlıq, nəinki mənfi planda görünmür, hətta sənətkarlıq nümunəsi kimi diqqəti cəlb eləyir. Ki, bu necə poza bilib, yəni. Bu mənada adamı riqqətə gətirir doğrudan da. Ramiz Rövşəndə isə nəinki təxt bölgüləri ilə oynamaq, hətta o bir şeirin içində, hətta bir bəndin içində 11-likdən 8-liyə keçir. Belə aşıq yaradıcılığı ilə müqayisə eləsək, qoşmadan gəraylıya keçir və zərrə də olsun intonasiya axsaqlığı baş vermir. Mən indi o nümunəni sizə deyəcəm. Ana, məndən keçən bu işıq nəymiş? Ana, mən ki işıq yiyən deyiləm. Görünür bəxtim beləymiş, bəxtimi söyən deyiləm. Ölməmişəm, ağlamayın, keçin ayaq saxlamayın və s. və s. Şeir 8-li ilə davam edir. Sadəcə master class, yəni adamın əlləri doğrudan da yuxarı qalxır. Fikirləşirsən ki, buna necə nail olub, şair bunu necə bacarıb. Yəni, məni çox yaxından, dəqiq, dərindən başa düşmək üçün belə bir eksperiment eləməyə çalışın. Onda mənim nə dediyimi anlayacaqsınız. Bu, haradasa imkansızdır. Yəni, mən özüm eksperiment etməyə və başqa şairlərdə analoji nümunələri axtarmağa çalışmışam və heç vaxt görməmişəm. Bu, Ramiz Rövşənin Azərbaycan şeirinin intonasiyasını çox gözəl bilməsindən və ilhamının onunla oynayacaq dərəcədə güclü olmasından xəbər verir. Yəni, Ramiz Rövşən belə bir sənətkardır. Yəni, hərdən tənqid edirik, ancaq bu həqiqətləri də dilə gətirmək lazımdır. Hər kəsə uğurlar, minnətdaram diqqətinizə görə.